Salam əziz dostlar. Mən hal-hazırda bizim görkəmli sənətkarımız, gözəl kino rejissor, aktyor Ənvər Əbulcun evindəyəm, qonağam və Ənvər müəllimlə çoxlu maraqlı söhbətlərimiz olub. Verilişimiz də var, baxa bilərsiniz. Amma indi Ənvər müəllimlə istəyirik ki, Pəncərə filmi, məşhur Pəncərə filmi Ənvər müəllimin ən gözəl işlərindən biridir ki, həqiqətən də bütün illər keçəcək, o film yaşayacaq. Çünki orada çox həssas bir mövzu var. Yetimlər, kimsəsiz uşaqlar. Ənvər müəllim onlar haqqında çox gözəl bir film çəkib. Amma bu asan əmələ gəlməyib. Ənvər müəllim o filmə görə qapı-qapı düşüblər pul axtarmağa. İndi Ənvər müəllim, buyurun danışın. Deməli, o vaxtlar elə idi ki, kino studiyada əldə qayırma belə mikro studiyalar yaranmışdı. Hərəsi 300-400 minə film çəkirdi. Mən hansı qapıya getdimsə, elə qapını açmaq istəyəndə mənə qapını üzümə bağladılar. Çox qəribədir. Axırı bir yerə getdik ki, bəs özdə qardaşım Həsən məşhur adam idi, bütün Azərbaycan tanıyırdı. Qardaşım Həsənlə getdik, bir yerə demirəm kimdir o insan, yəqin ki, Allah rəhmətinə gedib. O başqa filmə 400 min bir hansısa komediyaya pul ayırmaq istəyirdi. Özdə hansı xəstəxananınsa baş həkimi idi. Getdik, bəs dedik ki, bizə, mən deyəsən tək getmişdim. Mənə bir 400 min manat pul lazımdır. Dediyim kimi 400 min manada kommersiya filmləri çəkilirdi. Rus demişkən teplyap filmlər çəkilirdi. İndi getdik ki, bu insandan da 400 min pulu var. Elə bilirdi ki, nəyəsə komediya çəkiləcək, bütün Azərbaycan baxacaq, o 800 min, nə bilim, nə qədər pul qazanacaq. Getdik, deyəndə dedi, mənə yetimlər haqqında film lazım deyil. Sonra getdik, bir şampan zavod vardı da, mənə tanımırdılar. Həsən Əbulcu da özümdən götürmüşdüm həmkar, yəni həm rejissor. Getdik, şampan zavodun direktoru idi. Bizi heç başını qaldırıb, mənə baxmırsa da onları, Həsən Əbulcu bütün Azərbaycan tanıyırdı. Başını qaldırıb, bu da elə Malibora çıxardı, belə düzürdü donmuşkəsinə. Ki, bəs bizə pul lazımdır. Mənim film çəkməyə pulum yoxdur. Gəldim, Arif Səfərov çox gözəl insan, gözəl direktor idi. Onu filmə direktor götürmüşdüm. Dedim, mən də ondan qabaq Qaragölün Cəngavərləri məşhur filmi idi. Bütün əsəri də məşhur olmuşdu. Qaragölün Cəngavərləri filmini. Dedim, Arif, götür ssenarini, getdik Moskvaya. Getdik, orada Balixin vardı. Redaktoru da Azərbaycanı nəzarətləyirdi, senarilərin. Yanında da qadın oturmuşdu. Qayətdə dedi ki, tanış olun, təbii ki, Rusça danışırdılar. Bu tanınmış rejissor Ənvər Əbulcdur. Neysə, sonra danışdım əhvalatı, ssenaridən də xəbəri var idi. Filmin çəkilişinə 860 min pul ayrıldı. Rusiyada? Rusiyada, SSR üzrə. 860 min pul ayrıldı. Və beləliklə gəldik, rahat işlədik, aktyorlarımız da yaxşı qonorar aldılar, elə. Biz də pis almadıq. Yəni, bax, belə bizdə olan münasibət belə idi. Moskvada da
o filmi çox gözəl qarşıladılar. Yəni Bu faktdır. Bəli. Bəli. bu faktdır. Yəni bilirsiniz, çox qəribə studiyalar yaranmışdı. 200-300 minə film çəkirdilər. O filmlər yoxdur ortalıqda. Mənə də heç 400 mini də vermədilər ki, axırı Amma nə yaxşı ki, siz onu Rusiyaya apardınız, Moskvaya apardınız və oradan təsdiqləndi. yəni 2 qat artıq pul aldıq və deməli 1 il ərzində çəkdik. Və Pəncərə filmi ümumiyyətlə çox böyük Uğur qazandı. əks-sədaya Bəli. səbəb oldu. Çox geniş tamaşaçı kütləsinin rəğbətini qazandı. Bu filmə görə çox sağ olun. Minnətdaram. Sağ olun.